Nəhayət, əlbəttə biz Platon fəlsəfəsindən daha çox geniş danışa bilmərik. Yəni, kim də qulaq asan. Sadəcə Platonun ölümünü bir də qeyd edeyim. Çünki bu da bir qeyri-adi bir işdir. Deməli, ümumiyyətlə Platon xoşbəxt ömür sürmüş adamlar sırasındadır. Onun ölümü də eləcə xoşbəxtliklə başa çatır. Tələbələrindən biri onu özünün toy məclisinə dəvət edir. O gəlir, toya gəlir, sevimli tələbələri ilə birlikdə şənlənir, oturur. Gecənin bir vaxtında artıq bir otağa çəkilir ki, bir qədər yatsın. Səhər məclis qurtaranda onu şagirdləri, tələbələri oyatmağa gəlirlər. 80 yaşlı qoca filosof əbədi yuxuya getmişdi. Onu son mənzilə yola salmaq üçün bütün Afina gəlmişdi. Qeyd edim ki, bu söhbəti hazırlarkən bir neçə kitabı təkrar gözdən keçirdim. Həmin kitablardan biri də Amerikalı filosof Will Durant'ın fəlsəfi hekayətlər əsəridir. Bu əsər, bu kitabdır. Platon haqqında yazını bitirdikdən sonra onun altında bu sözləri yazmışam. Ölmə bax ha, gör necə də cazibədar, necə də gözəldir. Nəhayət sözümü Platonun Feaq adlı əsərindən, Sokratın dilindən dediyi sözlərlə bitirirəm. Platon Sokratın dilindən deyir bu sözü. Deyir, mən yenə təkrar edirəm ki, gözəl və xoşbəxt elmlərin heç birinə bələd deyiləm. Bütün sahələrdə tamamən piyadayam. Məgər təkcə bir elmdən, məhəbbət elmindən başqa. Bu elmdə isə mən özümü istər indinin, istərsə də keçmişin adamlarından üstün hesab edirəm. Platon ideyaları bitib tükənməzdir. Biz sadəcə dəryadan bir damla götürüb ona baxdıq. Dostlar, bu kimi söhbətləri dinləmək istəsəniz, Usta Maarif kanalına abunə olun. Sağ olun, Allah amanında.